Bugünkü dərsimiz hesablar planı haqqındadır. İlkin olaraq hesablar planı başa düşmək üçün ilk öncə onun strukturunu izah eləməyə ehtiyac var. Biz öncədən keçmişdik ki, mali hesabatların elementləri hansılardır? Öhdəlik idi, kapital idi, aktivlər idi, gəlir idi və xərc idi. Və bizdə Maliyyə Nazirliyinin təqdim elədiyi hesablar planı var. Onun məntiqi ardıcılığı necə işləyir? İlk öncə aktiv hesabları necə bölür? Aktiv hesabları bu cür bölür. Yəni aktivlər kapital, öhdəlik, gəlir, xərc, mənfəət, zərər hesabı var, mənfəət vergisi hesabı var. Aktiv hesablar yadda saxlayın. İlk istənilən halda istənilən hesab nömrəsi 3 rəqəmli olur. 3 rəqəmlidir. Və fikir verirsinizsə, aktiv hesablar 100-dən başlayır. Yəni 100 ilə 299 arası. Həm aktiv, həm də öhdəlik. Uzun müddətli, qısa müddətli anlayışı bu ikisində var. Ona görə də aktivlər 100 ilə 299 arasıdır. 100-dən 199-a sıra nömrəsi arasında olanlar uzun müddətlilərdir. Qısa müddətlər isə 200 ilə 299 arasıdır. Biz düsturda adətən birinci aktiv, öhdəlik, kapital, gəlir, xərc eləyirdik. Ancaq hesablar planında biləsiniz ki, aktivlərdən sonra kapital gəlir. Bunu biləsiniz. Ona görə 300 qurtaran kimi kapital hesabı başlayır. Kapital hesabı 300 ilə 399 arasıdır. Yəni, hər maliyyə hesabatının elementi 100-100 aralıqda olur. Bunu biləsiniz. Sonra gəl 400 ilə başlayırlar. 400 ilə 599 arası. Nədir? Bu öhdəlik hesabı ilə bağlıdır. 400 ilə 499 arası uzun müddətdir və 500 ilə 599 arası qısa müddətli hesablardır. Sonra gəlir hesabları. Gəlir hesabları 600 ilə başlayır. 600 ilə 699 arası. Xərc hesabları 700 ilə başlayır, 700-799 arası. Mənfəət zərər hesabı dediyimiz ümumi mənfəət hesabı var. O isə 801 nömrəli hesabımızdır. Bilmək lazımdır ki, tutaq ki, bizə pul vəsait deyəndə həmin an fikirləşmək lazımdır ki, bu aktiv hesabdır və onu bilmək lazımdır ki, o bu kateqoriyadadır. Yəni, siz ilk anda yerini tapmaya bilərsiniz, ancaq onun hansı elementə, aktiv elementi, kapital elementi, öhdəlik elementi, gəlir elementi, xərc elementinə aid olmasının ola bilə bilərsən, təqribən onun hesab nömrəsini neçədir? Ümumiləşdirmə səviyyəsinə görə hesablar iki yerə bölünür. Bunlardan biri sintetik hesabdır, birini isə analitik hesab deyirlər. Yəni, sintetik hesabı əsas hesabda deyirlər, bunu biləsiniz. Analitik hesabı sub hesabda deyirlər. Yəni, sub hesab nə deməkdir? Yəni, sintetik hesabın, yəni əsas hesabın nədir? Onun alt bir hesabıdır. Məsəl üçün, pul vəsait hesabı deyə bilər, bu sintetik hesabdır. Ancaq bu pul vəsait desək ki, bankdadır, kassadadır, hansı bankdadır, bu olacaqdır, məsəl üçün, olacaq analitik hesab. Bəli, analitik hesab. Məsəl üçün, desək ki, bizdə mal hesabı var. Mal. Bilirik ki, ticarət malıdır, yəni malımız var. İndi mən malı bölsəm ki, bu mala kompüter avadanlığı daxildir, telefonlar daxildir, telefon məsələn, kaburası daxildir, ehtiyatçılar daxildir. Bu zaman onun artıq hamısı mal hesabıdır. Sadəcə o elektronika bir sub hesab olacaq. Sonra kompüter bir hesab olacaq. Telefon bir sub hesab olacaq. Yəni biləsiniz ki, bu sub hesablar və analitik hesablar, sintetik hesablar, əsas hesabların bir alt qoludur. Bunu biləsiniz. İstənilən halda yenə deyirəm, hesablar minimum 3 rəqəmli olurlar. 3 rəqəmli. Bunu buradan da görə bilərik. Yenə burada bir təkrar üzərindən baxaq. Burada başqa, biləsiniz ki, yenə deyirəm, burada təkrar xarakterli qeyd edirəm. Birinci kapital aktivdən sonra kapital gəlir. Tutaq ki, sizə deyəsə nizamlama kapitalı
həmin an nizamnama kapital bilməz ki, bu kapital elementinə daxildir və onu gedib harada axtarmalısınız? 300-lə başlayın hesabla. Sonra 400-lə tam yerini bilməyə bilərsiniz, biləsiniz ki, 300-lə başlayın hesabla. Və ya dividend ödəniş hesabı. Biz bilirik ki, bu kapital hesabı ilə. Bəli. Nə eləmək lazımdır? Hesab nömrələri asanlıqla tapmaq üçün nə eləmək? Hansı məqamlardan istifadə etmək lazımdır? Birinci hesab adı müəyyən eləyəcəyik. Məsəl üçün, mən bilirəm ki, hesab adı tutaq ki, fərz edirəm ki, pul vəsait. Adını qoydum pul vəsaiti. Həmin an fikirləşəcəm ki, pul vəsaiti hansı hesabdır? Həmin an müəyyən eləyəcəm ki, hansı elementə daxildir? Müəyyən eləyəcəm ki, aktivə daxildir. Sonra qrupun müəyyən eləyəcəm. Dövrün qrupunu. Yəni, nə deməkdir? Mən müəyyən eləyəcəm ki, o qısa müddətliyə aid, yoxsa uzun müddətliyə aiddir. Onu biləsiz ki, uzun müddətli və qısa müddətli anlayışı ancaq və ancaq aktiv və öhdəlik ilə bağlıdır. Bu kapitalda da yoxdur, gəlirdə də yoxdur, xərcdə də yoxdur. Biləsiz ki, hər zaman birinci uzun müddətli gəlir, sonra qısa müddətli gəlir. Sonra keçdim, hesabın aid olduğu bölməyə seçəcəm. Yəni, o dövrlərin özdə bölmələrə bölünür. Sonra da müəyyən elədim, hesab nömrəsi müəyyən məsəl üçün. Hesab elədim ki, bank hesabı nömrəm 273 məsəl üçün. Əməliyyat jurnalının sol tərəfində T hesabda və sınaq balansında qeyd edirik. Yəni, biz gördük, hesab nömrəsi 3 sənə. Haradakı debet kredi sözü var, orada qeyd edirik. Debet kredi sözü harada var? Əməliyyat jurnalında T hesabda və sınaq balansı. Gördüm, maliyyə hesabatında qeyd olunmur ki, yəni maliyyə hesabında qeyd olunmur ki, orada məsələn hesab nömrəsini qeyd. Ehtiyac yoxdur. İndi mən bir hesab Maliyyə Nazirliyinin olan hesablarını açım, bir onda üzərini nəzərdən keçirək. Bu Maliyyə Nazirliyi tərəfindən yəni təsdiq edilmiş bir hesablar planıdır. Görürsünüz, bunun yanına 1 qoyub. Biz nəyə böldük burada? Gördünüz, burada böldük uzun müddətli, qısa müddətli anlayışına. Gördünüz. Deməli, uzun müddətlə 1 ilə başlayır, qısa müddətlə 2 ilə, kapital hesabı 3 ilə başlayır, 4 ilə başlayır, 5 ilə başlayır. Gördünüz. Yəni, belə məntiqi ardıcılığı var. Mən ona görə 1 deyim, 1 nəyə göstərir? Uzun müddətli sözünü ifadə eləmək üçün. Bəli. Uzun müddətlinin özü 2 yerə bölünür. Birin yanına 0 qoyanda yeni bir alt maddə qrup alıbdır. Nə alıbdır? Maddə alıb. Nədir? Qeyri-maddə aktivlər. Bu da onun maliyyə hesabatının bölməsi budur, bölmə adı. Ancaq maddəsi budur, alt maddəsi budur. Gördünüz, ancaq bu artıq hesab nömrəsi, 101. Onun yanına 1 qoyanda artıq hesab nömrəsi var, qeyri-maddə aktivlər. Yəni, biz bunları ayrıca detallı olaraq keçəcəyik. Sadəcə mən burada ilk öncə izah edirəm ki, biz qeyri-maddə aktivləri də ayrıca keçəcək, uzun müddətli aktivlər. Biz ilk öncə hesabı izah edirik. Məsəl üçün, qeyri-maddə aktivlər nələrdir? Bunlar ticarət markaları olar, proqram təminatı olar, patentlər ola bilər, lisenziyalar olar, müəlliflik. Gördünüz, bu artıq sub hesabdır. Görürsünüz, 101.1, 101.2. Halbuki, bu oldu əsas hesab. Yəni, sintetik hesablar. Bu oldu analitik hesab. Yəni, sub hesab. Gördünüz. Analitik nə deməkdir? Yəni, bir şeyin detalına enməkdir. Gördünüz. Aydındır. Sonra gördünüz, qeyri-maddi aktivlər o ki, adından görünür ki, lisenziyadır. Pul verib alırsınız, onun lisenziyadır. Məsəl üçün, klinika üçün lisenziya alır. Və yaxud universitet fəaliyyət göstərmək üçün təhsil nazirliyinin lisenziya alır. Aptek gedir, lisenziya alır. Patentdir. Məsəl üçün, biz hal-hazırda Zoom proqram təminatını istifadə edirik. Proqram təminatdır. Bunun hamısı, yəni biz bunlar ayrıca, bu bölmənin ayrıca keçəcəyimizə görə uzun müddətli aktivlər bölməsi. Mən burada bunun detallarına getmirəm. Səbəb də odur ki, biz onun keçəndə olan detallarına gedəcəyik. Bildinizmi? 101'dir, gördünüz. Onun yanına artıq 2 qoyanda 102 oldu. Gördünüz. Gördünüz. Bu cür davam. Bunun da məntiqi 10 oldu. Bax, bu 10'dursa bu bölmə adına qeyri-maddi aktivdir. Növbətin yanı 10 qoymur 11 olacaq. 11 olanda növbəti bir qrup başlayır. Baxaq. Gördünüz. Ad nədir? Torpaq tikili avadanlıqlardır.
Biz ona 111 nömrə hesablayacağıq. Artıq yəni bir qoyanda 111 oldu. Torpaq tikili avadanlıqların dəyəri. Məsələn, gördünüz, nə olaraq bunun hamısı nə ilə bağlıdır? Müəssisənin əsas vəsaitlərinə deyirlər. Biz onu arıca seçəcəyik. Məsələn, 111.1-in yanına. Tire 1-də qoya bilər, nöqtə 1-də ola bilər. Bu, bax, bunun hamısı 111-in alt hesabıdır. Bunlar sub hesabdır. Bu isə əsas hesabdır. Sonra, yəni bu nöqtədə qoyula bilər, tire-də qoyula bilər. Bunu biləsiniz. Sabahsı gün əgər hesab nömrələri bəlkə o adlı hesab olmasa biz niyə bilərik? Bax, buradan əlavə bir hesabımız olsa, bayaq dedik ki, bəlkə müəllim əlavə bir hesab olsa ki, çox olsa hesab. O zaman əlavə bir super yetər ki, onun yerin bilək. Bir hesab qoyacaq, adın qoyacaq 111.4 budur, adın qoyacaq 111.5. Bax, bunun kimi 111.6, 111.7 nə qədər istərsə istədiyimiz qədər yetər ki, onu o aralığa qoyar. Gördünüz, bu əsas vəsaitlər olsun, qeyri-maddi aktivlər olsun, bu nə ilə bağlı oldu? Bu aktiv hesablarla bağlı oldu. Məsəl üçün, burada gəlir yenə, bax, görürsünüz, burada debitor borc hesablarımız var. Görürsünüz, 171 nömrəli hesabımız var. Görürsünüz, biz deyə bilərsiniz, müəllim, bu hesab nömrəsi bizə nə üçün lazımdır? Hesab nömrəsi proqram təminatları üçün lazımdır. Çünki proqram təminat koddaşdırma əsasında gedir. Koddaşdırma üçün də mütləq nə lazımdır? Rəqəmlər lazımdır. Hesablaşmalar aparmaq üçün. Və yaxud görürsünüz, bu cür davam edir. Hesab nömrələri, qruplar 16, 17, hər qrupun yanına 1, 2, belə bir ardıcıllıq qoymaqla hesab nömrələri yaradırlar. Məsəl üçün, gəlir, artıq burada 2 nömrə başlayır. 2 nömrə nə deməkdir? Qısa müddətlər. Qısa müddətli nə ilə bağlıdır? Ehtiyatlarla bağlıdır. Onlar nə daxildir? Xam mal ehtiyatdır, material ehtiyatdır, aldığımız mallardır. Bunların hamısı görürsünüz 2-dir. 2-nin yanı 0 qoyur, başlığını alır. Ehtiyatlar bölməsini alır. Artıq onu yanı 1-də qoyanda al 301 nömrəli hesab. Məsələn, material ehtiyatı alır. Sonra 2 qoyanda digər bir hesab nömrəsi alır. Bu cür davam edir. Artıq biz 3-ə keçəndə görsək ki, 3-də məsələn pul vəsaiti görsün, 221 nömrə kassaya 221 deyəcəyik. Yolda olan pul göstərməsən 222 deyəcəyik. 223 bank hesablaşma hesablarına deyəcəyik. Sonra gəlir məsəl üçün nizamlama kapitalı. Gördünüz, bu artıq 3 olanda nəyə göstərir? Bu bizə göstərir ki, bu kapital elementi ilə bağlı başlayır. Artıq bu nə ilə bağlıdır? Biz bilirik ki, bu 301 nömrəli hesabdır. Çünki nizamlama kapitalına bağlıdır. Bu cür davam edirik. Və biləsiniz ki, burada bir dənə vacib məqam var. Bu 341 nömrəli hesabımız var. Yadda saxla. Mən dərs izah eləyəndə demişdim ki, yəni hesabat dövrünün xalis mənfəətindən, yəni xalis mənfəət vericisi olmayanda, mənfəət vericisi, ümumi mənfəətdən mənfəət vericisini çıxırdı, qalır xalis mənfəət. Xalis mənfəətdən də, yəni xalis mənfəətdə biləsiniz ki, həm xalis mənfəət, həm dividend ödənişi, ikisi də 341 nömrəli hesabdadır. Yəni dividend ödənişində ifadə edilsə 341 deyil. Yəni xalis mənfəət də 341-dir. Bunu biləsiniz. Sonra gəlir, məsələn, uzun müddətli aktivlər. Bildik ki, 4 ilə başlayır. Nədən bilirik? Biz buradan bilirik. Birdən bilirik, 4 ilə başlayır. Görürsünüz, qısa müddətlər 5 ilə başlayır. Bu cür davam edir. Bu hesablar planı böyük bir sənətdir da. Ancaq bizə bunun hamısı lazım deyil. Yəni, məntiq ardıcılığın başa. Bizə nə lazımdır? Bizə bunun daha qısaldılmış variantın öyrənmə məqsədi olan variantı sənə təqdim edirəm ki, bax, budur. Bax, tutaq ki, mən burada ən çox işlənəcək məsələ həlli zamanı, dərsimiz zamanı ən çox işlənəcək hesab nömrələr bunlardır. Görürsünüz, qeyri-maddi aktivlərdir. Hesabın 101, 102, 103. 110, artıq torpaq tikili avadanlıqlarda 111, bu da olan sub hesablar. Görəcək, bu bunun sub hesablardır. Mən də adətən nə eləmişəm? Deməli, görəcək, mən bunlar sub hesablarını açmışam. Mən orijinalda olan, əslində olan sub hesablardırsa bura açmışam, gördünüz.
Ancaq əslində yoxdursa, o adlı hesab yoxdursa, mən onu məsələn bura qoymuşam. Özüm yaratdıq usul. Yəni özün istədiyin qədər sub hesab yarada bilərsən. Burada bir problem yoxdur. Aydındır? Bunu mu? Mən istəsəm bunu burada qoya bilərdim, bu hesabını. Sadəcə o əsli sənəddə olandan bunu ayırmaq üçün buradan özüm qoymuşam ki, biləsən ki, əslində bunlar var. Sadəcə mən bunu, yəni özün istədiyin qədər belə də sub hesab törədə bilərsən, yarada bilərsən, problem deyil. Ən çox olacaq, bizə istifadə edəcəyimiz hesablar bunlar. Qısa müddətlər bildik ki, məsələn, buradan başlayır. Məsələn, biz məsələli zaman elədiyimiz mal aldıq, o 205 nömrə, bəli, 205 nömrəli hesabımızdır, məsələn. Debitor borclar görsün, qısa müddətli də var, uzun müddətli də var. Qısa müddətlilər görsün, 200 ilə başlayır, 2 ilə başlayır, 211 ilə başlayır. Ancaq burada uzun müddətli də var. Bax, uzun müddətli debitor borclarımız neçədir? Baxın, 171. Görsün, niyə 1 ilə başlayır? Biz nədən bilirik onu? Biz bilirik ki, o 1 ilə başlayanlar aktivlərdə uzun müddətlidir. Yəni, bu 2 ilə başlayan qısa müddətlidir. Və həmçinin öhdəlikdə də 4 ilə başlayanlar biz bilirik ki, uzun müddətlidir. 5 ilə başlayanlar qısa müddətlidir. Sonra gəlir məsəlsin. Görürsünüz, pul vəsaitdə hesab. Bu vəsaitdə harada olur? Həm kassada ola bilər, bankda ola bilər. Görürsünüz. Bunun hamısı, yəni, biz ən çox istifadə edəcəyik 221-dən məsələlərində hələ ki 223 nömrə hesablar olacaqdır. Kapital hesabı biz bilirik ki 301-dən hələ ki istifadə edəcək. Gələcəkdə də 302 nömrə hesabdan da istifadə edəcək. Hələ ki ona ehtiyac yoxdur. İndidən belə də deyibsə qaçışdırmayaq. Onu izah edəcəm. Yenə deyirəm, burada 341 nömrə hesabımız həm bizim xalis mənfəətli olsa, bu üçün niyə? Çünki dividendin özü xalis mənfəətdən ödənildiyinə görə, onun içində olduğuna görə, ona görə 341 il həm dividend ödəniş deməkdir, həm də xalis mənfəət deməkdir. Elan edilmiş dividendlər. Bunu 344-də qeyd eləməyəsiniz. Səbəb nədir? Hələ ki biz bu dərsi var, ona görə tələsim. Bu dividend öhdəliyi deyil. Bunu biləsiniz. Öhdəliyi üçün 2 dən dividend, demək 3 dən dividend hesabı var. Biri var dividendinə var. Biri var dividend ödənişi. Dividend ödənişi, bax budur. 341. Biri var elan edilmiş dividendlər, bunu gələcəkdə keçəcək. Biri də var, burada dividend öhdəliyi. Məsəl üçün, bax, burada. Bəli, 530 gördünüz. Bəli. Yəni, yenə deyirəm, bax, bunun məsəl üçün, biləsiz ki, hesab nömrələri minimum 3 rəqəm olur. Bunlar hesab nömrələr deyil. Olan bölmələrin adları. Məntiq ardıcılığı bu cür işləyir. Məsələn, bax, görürsünüz, burada 538 nömrə hesab var. Təsisdən qısa müddət kreditor var. Təsisdən borc hesabı, kommunal öhdəlik hesabı, internet öhdəlik hesabı, alınmış borc hesabı burada olmadığına görə mən özümdən sub hesab yaratmışam. Necə yaratmışam? 538 yəni 1 qoymuşam təsisdən borc. 538-in yanına 2 qoymuşam kommunal öhdəlik. 538-in yanına 3 qoymuşam demişim internet öhdəlik. 538-in yanına 4 qoymuşam demişim alınmış borc. Gəlir hesablarda məsələn mal gəlir, yəni xidmət gəlir. Mal gəlir 601.1 ləndir, xidmət gəlir 601.2 ləndir. Sonra xərc hesabları, SMM-də dediyimiz hesab 701.3 nömrəli hesabdır. Orada qeyd edə bilərsin. Bir də var, burada kommersiya xərclər var, bir də var inzibati xərclər var, bir də sarəməli. Bunu biləsiniz ki, fikir versə, bax, kommersiya xərcləri, bax, deyə bilərsiniz, müəllim, kommersiya xərcinin inzibati xərci əsas fərqini, mən əsas fərqini izləyim, inşallah onun zaman keçəndə görək. Məsəl üçün, bu kommersiya xərcləri daha çox istehsalat müəssisələri üçündür. Bildiniz nə dediyim? Bir şeyin məhsul maliyyətini hesablamaq üçündür. Ancaq inzibati xərclər deyəndə, adətən bu ticarət və xidmət sektorlarındandır. Ona görə biz eləyəndə çalışın mümkün qədər məsəl üçün hər ikisini işlədik, yəni yadınızda qalsın. Ancaq daha çox ticarət və
xidmət üzrə məsələ etdiyimizə görə o məqsədə uyğunluğu 721 ilə qeyd ediləcək. 710 artı 711 721. Sadəcə bunda da xam mal materialda 711.1-dir, bunda 721.2-dir. 1-dir. Bunda 721.2 əmək haqqı xərcidir. Məsəl üçün burada 711.2 məsələn əmək haqqı xərcidir. Yəni sən bu məsələdə 711 ilə qeyd edirsən, 721 ilə də qeyd edirsən. Hər ikisi doğrudur. Bəli, narahat olma məsələ. Bildin? Və icarə xərci ayrıca hesab yoxdur. Məsələn, mən ayrıca hesab yaratmışam. 721.5.2 sub hesab yaratmışam. Burada ümumi mənfəət hesab bilə 801 nömrə hesab. Hansı ki, məsələləri zamanı ümumi mənfəət hesab o 801 nömrə hesabdır. Bura kimi ümid edirəm aydındır. Mən sizə evdə verdiyim məsələlərin sol tərəfində qeyd ediləcək bu hesab nömrələrini. Həm əmələ şunlarında, həm sınaq balansında, həm də T hesab.